Muhammed Efendi. Şu anda görüştüm. Canı selamet olsun. Var olasın. Git sen git. Allah sen canı selamet olsun. Ay selamünaleyküm. Evden mi haber? Yere koydum. Beş programlar gitsin mesela. Hemen sağ abi. Şu kadar. Mesele üstünde. Ha, dışarıda önemli. Bizim oğlan ne? Tamam değil. Sağ ol. Ve değil, danışır öyle hamdun değil. Allah özü ağılasın. Həmişə xoş sadalarınızı eşitmişik. Sizinlə fəxr edirik. Sadə əşlər kimi gedmirsən, qəhrəman kimi medalla qayıtmışsan. Sən neçə gənclərə nümunə olarsan. Allah canını salamat eləsin. Var olasın. Bu hər oğlun işidir. Sağ ol. Allah həmişə başı ucu eləsin. Alnın açıq olsun. El qarşısında. Sən bizim üçün nümunəsən. Sağ ol. Fəxrimizsən. Sağ ol. Sağ ol. Bir daha şahidin kabri isteyen inşallah. 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 Piyadalı gelsin. Bir daha pazar var. Bacanı gözüne çık. Bacanı gözüne. Böyle durmasın. Çök. Tamam hadi. Çök. Allah'tan salama dedim. Bir daha inmiyor.
السلام عليكم يا شهيد الشهداء والمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات يكسرون فاتحة Allah'ım بسم الله الرحمن الرحيم Allahümme sallallahu Allahümme tegafir. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerlərə cənnət olsun. Allah rəhmət eləsin. Qardaş, sən qanı aldı gəldi. Allah sənə rəhmət eləsin, yerin cənnət olsun. Bütün şəhidlərimizin də yeri cənnət olsun. Ne diyeyim valla biz de Allah bütün şehitlerimize rahmet eylesin. Evlerin nurlat olsun. Esas o idi ki getdik qisasımızla aldıq her şeyde. Allah bütün şehitlerimize, Allah kardeşlerimizin rahmet eylesin. Çok sağ olun. Allah sizin de ölenlerinize rahmet eylesin. Canınızı salamat eylesin. Borcumuz bu idi. Yerine de getirdik. Satıb evdədir. Ev. Geldi evine sağ salamat kardeşim. Eyledi düşmanı narahat kardeşim. Attı mermi attı kırat kardeşim. Karabağı azad eledi kayıttı. Geldi evine sağ salamat kardeşim. Allah görsün beni. Getirdik amanı. Gelmiş böyle gelmiş. Allah görsün beni. Saç olun. Öyle. Yeter. Gel buraya. Allah hoş geldin bana. Gözleri aydın ha Kerbala. Sağ ol, sağ ol. Gözlerin aydın. Sağ ol, sağ ol. Sağ ol. Hamımıza hoş geldin. Sen gidenler şükür Allah'a. Şehitlerimizin de Allah rahmet eylesin.
Dünyamız dinci olsun ilahi. Allah bütün şehitleri rahmet eylesin. Vatan sağ olsun baba. Ay. Cəmi gedən anaların gözü yoldan yığılsın. Ay Allah. Dedana. Ha. Güzel mi? Ha. Bu da bir. Xoş gəlibsən dayı oğlu. Həmişə belə günlər çəkəsən. Allah bütün şəhidlərimizi rəhmət eylesin. Dünya İlham bəyə Allah can sağlığı versin. Allah şəhidlərimizi rəhmət eylesin. Cəmi dünyamızda nə qədər şəhid var, hamısını Allah rəhmət eylesin. Şükür Allaha ki, bu günə fəxr eləyirik biz. İlahi, şükür sənə. Başda böylər olmaqla Allah can sağlığı versin. Bundan belə bu müharibə uzaq olsun inşallah. İnşallah uzak olacak. Karantinada da götürülecek Allah korusun. Allah'ım senin kere yiyecek Allah. Hoş gəlibsən, hoş gəlibsən. Sağ ol. Allah razı olsun baba. Allah canınızı sağlam. Zəhmət çəkib, əziyyət çəkib gəlibsiz baba. Əyləşsiniz. Cəmi gedənlərimiz gəlsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin baba. Vətənimiz sağ olsun. Kərbəla, hardan aslanlar? Bunu iman vermədilər, Su götürür deyir, su götürür. Gözlərini aydın ol. Sağ ol, çok sağ ol. Allah razı olsun. Ağzın qırası. Allah köməyə olsun. Bir tərəfə durun, hə? Bu yüzden durunca yaxşı. Sən çəkil çıxan sən atın. O belə ay soğudu, bu gözəldir. Alo. Alo. Gözlerimiz aydın, gözlerimiz aydın. Kabul etsin, kurbanı olsun. Ora. O vakti gelip Ha, bura bax. Al. sağ olun. Allah canı selamet. Əllərlə kəsbə qoyulur. Dur, çək bir sərdən. Gebərləri qoyulur. Biz sonra Gebiriz gebər. topçu olub. Ben gedim kocaların yanına. Mən Məmmədov Elçi Məmmədoğlu. Masalı rayon Öncəqəl kəndindən 1989-cu ildən olmuşam. Və 2007-ci ildə həqiqi hərbi xidmətə getmişəm. Bir 4 qardaş mənə yaxınlaşdı. Mən özüm rayonda xaltur eləyirəm, taksibatlıq eləyirəm. 4 qardaş yaxınlaşdı. Bizi voyinkomata apara bilərsən? Dedim, bəli, apararam. Apardım bunları voyinkomata. Bilmirdim nə üçün getmişlər ora. Gözlədim onları orada, bir 15 dəqiq olar belə gözlədim. Həmin o 4 qardaş geri qayıtdılar, gəllər əyləşdilər maşında. Qayıtdı dedi ki, biz bura səfərbərlik olunulub, biz çağırışdan yox, özümüz könüllü qol çəkməyə gəlmişik. Yəni könüllü getmək istəyirik. Onları düşürdəndən sonrasından onu özümə sıxışdıra bilmədim. Oturdum maşına,
qayıtdım voyenkomata. Qayıtdım voyenkomata, gəldim, müraciət elədim ki, ora bəs mən də gedmək istəyirəm, könüllü. Mən də yola salın, mən də gedim. Mənə sual verdilər, ailəlisən, subaysan. Dedim, mən ailəliyəm, 2 uşağım var. Özümdə ailə başçısıyam. Dedi, yox, bizi bağışlayacaqla sizi yollaya bilmərik. Razılaşmadı, mən çox sual verdim ona. Dedim ki, bəs vətən tək onların deyil, bizim hamımızındır, gedməliyik, borcumuzdur. Dedi, baxarıq, o işə baxarıq. Dedim, baxarıq, yox, dəqiq, mənə gedmək istəyirəm. Dedim, əyəm, məni yollamasınız, mən bu voyenkomat həyətindən çölə çıxan deyirəm. Burada yatmalı da olsa, o gedən uşaqlar, gedən qardaşlar, onların gizlin maşınına da minməli olsa, mən minib gedəcəm. Amma mən xoşluqca deyirəm, mən də yola salın, mən də gedim. Bu vətən, yenə deyirəm, onların deyir, hamımızındır, gedməliyik. Axırı bir şəkildə məndən razılaşdı. Adımı qeyd elədi ora, şəxsiyyət vərəqəmi istədi. Gəldim, maşından götürdüm, apardım, təqdim elədim. Yazdı, adımı qeyd elədi, dedi, telefon nömrəmi istədi, onu da qeyd elədi. Dedi, xəbər eləyəcək sizə. Elçin könüllü müharibəyə getməyin həqiqi mənada bilmirdim. Yəni, məxfi saxlamışmış özündə. Axşam haradasa saat arası 9 radələri mənə dedi ki, ata bəs belə-belə səbət səhər saat 6-da voyenkomatda olacaq, bəs belə-belə mən müharibəyə gedirəm. Çətindir də, yəni ki, evladı olarlar, könüllü getmək biraz çətindir. Elə oldu ki, oktyabrın 1-i günü bunu apardılar, getdik voyenkomata, səhər saat 6-idi, elə 7-yin yarısı zad belə olardı, getdilər en sayılı hərbi hissəyə. Axşamüstü radələri idi, elə bir vaxtda bizə xəbər gəldi ki, sənin övladın hərbi xidmətə adın yazdırıb, könüllü surətdə əskər getmək istəyir vətən müharibəsinə. Mən doğrusu buna çox sevindim də, həyəcan da keçirdim. Ona görə ki, mənə deməmişdilər. Birdən-birə belə bu sözü demək mənə biraz çox çətin gəldi. Sonra özümə təskinlik verdim ki, axı bunun körpə balaları da var. Ona görə bir lap narahat idim. Ona görə evdə yoldaşım da mənə deməmişdi ki, boyun almırdılar ki, mənim biraz nasazlığım var ona görə. Sübh tezindən hərbi xidmətə saldıq yola getdi. Vanni bileti götür, saat 6-da ol voyenkomatın həyətində 7 işləmiş yola salacaq gedəcəksən. O dediyi kimi də elə gəldim, vanni bileti götürdüm, 6-da oldum voyenkomatın həyətində 7 işləmiş yola saldılar, getdim. Mən Ramal Elçin əmsi oğluyam. Elçin hərbi xidmətə gedəndə, yəni könüllü şəkildə voyenkomata gedib yazılandan sonra gəldi mənə dedi ki, yəni məxfi saxlayırdı. Bircə mənə dedi ki, yəni xəbərimiz olsun da. Yəni dedi ki, mən gedirəm də, yəni könüllü şəkildə yazılmışam. 3 dəfə, 4 dəfə gedib, mən sonradan eşitdim bunu. Sonradan eşitdim ki, bəs belə-belə. Elə oldu ki, səhər saat 6-da getdik voyenkomata, elə 7-nin yarısı da olardı, apardılar ensali hərbisə. Mən sonradan eşitdim ki, yoldaşından, onlar bizdən arı yaşayırlar, öz evləri var. Yoldaşı mənə dedi ki, ata bəs belə-belə, Elçin könüllü yazılmışmış. Ayın 4-ü Cəbrayıl döyüşünə girdik, ayın 10-u çıxdı döyüşdən. Ayın 10-u çıxandan sonra döyüşdən bizi Füzuli döyüşlərinə apardılar. Getdik, orada 12 sutka Füzuli döyüşlərində döyüşdük. Oradan da üstündən bir 14 gündən sonra Şuşa döyüşlərinə apardılar. Şuşa döyüşlərində də meşə döyüşü oldu. Ağır döyüş idi, üzbüz döyüş idi. Pışlatını çıxardırdılar qaça-qaça, silahlarını atırdılar, patinkalarını çıxardırdılar ki, güncüllük olsun, qaça bilsinlər. Branjiletlərinə kimi atırdılar, kaskalarına kimi atıb qaçırdılar. Silahları
öz silahlarını götürürdü, özlərini istifadə edirdi, özlərini vururdu. Əlbəyaxa döyüşləri oldu orada. Əlbəyaxa döyüşlərində gecə 2-nin yarısına kimi atışma oldu orada. Döyüş getdi. Qızğın döyüş getdi orada. 2-dən sonra döyüş dayandı. Atışma dayandı. Onlar tərəfdən də biz tərəfdən dayandı. Səhər açılmışdı. Onlar amma yox idi orada. Onlar qaçıb getmişdilər. Onlar qırılan, onlar ölənlər ölmüşdü, ermənilər. Amma belə sağ qalanda qaçmışdı. Hə, salamu aleykum, sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Mən çəkmirsən? Buradan Şuşaya salamlar olsun. Şuşa şəhərinə Masalliyə çoxlu salam dua yollayıram. Dostlara salam deyirəm. Yevlağa da çoxlu salamlar olsun Şuşadan. Eşq olsun Yevlağa. Əsobu Nüsrət dayı üçün buradan qucaq dolusu salamlar. Eşq olsun. Yəni reklam, qardır qar. Nə qəşəngdə qarırıq. 3 uşaq əmr elədilər. Onda biri mən idim. Burada 3 nəfər çıxdı, bayraq sayınca döyüş səməsinə. Biz fəxr eləyirdik. Biz fəxr eləyirdik ki, bizim ordumuz qalib gəldi. Qarabağ Azərbaycanındır. Çox sevinirdik. Bizim bayrağımız. Hala. Bax. Gözəl şəhərimiz. Reklam elə. Gözəl şəhərimiz, baxın. İlk birinci döyüşümdə, Cəbrayıl döyüşündə Masallı rayon Səmitxan kəndindən İbrahim adlı oğlan vardı. O yaralanmışdı. Və ona mən kömək elədim. Onu mən gətirdim. Yəni döyüş yerindən biraz kənarda bir beton arxasında əyləşdirdim ki, yəni bura sənin üçün təhlükəsizlik idi. Yəni burada narahat olma ki. Ondan sonra Şuşa döyüşlərində Füzulidən Tural var idi. O da yaralı idi, güllə yarası almışdı ayağından. Ona da kömək elədim. Gətirdim onu da döyüş yerindən biraz kənarda bir ağac yanına sökədim, ağac yanına dedim, yəni narahat olma. Biraz döyüş yoluna düşsün, gəlib səni burada qoymayacaq, kömək eləyəcək, aparacaq. Elənçinə də oldu. Döyüş gedə-gedə komandirimiz vardı başımızın üstündə. Ona məruz elədim ki, əsgər yoldaşım yaralıdır. Biraz döyüş yerinə biraz kənarda filan yerə qoymuşam. Sağ olsunlar, kömək elədilər. Gəldilər, üstündən bir 15 dəqiqə keçmişdi. Gəldilər, kömək elədilər. Yaralılarımızı düşürdülər aşağı. Füzulidə isə Masallı rayon Hüsn Azıl kəndindən Elçin qardaşımız vardı. Allah bütün şəhidlərimizi rəhmət eləsin, yerləri cənnət olsun. O da orada şəhid olmuşdu. Orada şəhid olmuşdu. Ona da bir köməklik əlimizdən gələni elədik, yəni döyüş yerindən aşağı saldıq, düşürdük aşağı. Şükür Allaha, sağ-salamat geri döndü, evinə, ailəsinin yanına geri döndü. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizi Allah sağlamlığına qovuşsun bir an tez zamanda. Ali Baş Komandanın uğurlu siyasətinin nəticəsində 44 gün ərzində erməniləri, yəni Ali Komandanın dediyi kimi, iti qovan kimi öz torpaqlarımızdan qovduq. İnşallah bu yaxın zamanlarda mən də hərbi xidmətə yollanacağam. Azərbaycan əsgərinin Mərdizə vuruşması nəticəsində aldığı torpaqları inşallah mən də müdafiə edəcəm yaxın zamanlarda. Bunların aldığı torpaqları canımla başımdan qorumağa hazıram mən də. Düzdür, birinci valideynlərimə sarı darıxırdım. İkinci də uşaqlar üçün darıxırdım, balacalar üçün darıxırdım. Hər anın öz hökmü var, hər şey ola bilərdi. Hər saniyədə, hər dəqiqədə hər şey ola bilərdi. Evdən əlaqədar saxlayırdım. Deyirdim,
balacaya ver, Məhəmmədə ver, telefonu danışır. Məhəmmədlə danışırdım. Məhəmməd başlayırdı uşaq mənə doy eləməyə. Telefonda mənə doy eləməyə. Allah baba köməklə qoatam inşallah sağ-salamat gəlsin. Allah baba köməklə. Deyirdim ki, doylayacaq, gələcəksən. İkimiz də doylayacaq, gələcək. Görüntülüdən danışırdı və telefonu da danışırdı. Doy eləyirdi, söndürürdüm. Üstündən 1-2 saat keçəndən sonra yenə zəng vururdum. Yenə deyirdim ver Məhəmmədə, Məhəmməd yenə başlayırdı doy eləməyə mənə. Ancaq elə o uşağın duaları ilə, bütün hamının duaları ilə özümüzə təsəlli verirdik. Uşaqlar mənə deyirdi ki, nənə, mənim atam hərbi xidmətə gedib, əskər gedib. Biz onlardan sonra darıxırıq, mənə kövrəldirdilər. Deyirdim, darıxma o balam, bir də görəcəksən, ata özü gəldi, salamat gəldi inşallah. Onlar ağlayırdılar, mənə də kövrəldirdilər. Vəziyyət elə də yaxşı dövr idi. Döyüş vaxtı idi, üzbüz döyüş idi. Səhər saat 5-dən gecə saat 2-nin yarısına kimi döyüşmüş, üzbüz döyüş. Meşə döyüşü, ağır döyüş. Və 2-nin yarısı idi. Yəni birdən-birə atışma dayandı. Onlar tərəfdən biz tərəfdən dayandı. Hardasa saat 2-nin yarısı dayandı. Saat 4-ə kimi uzandığımız yerdən dəbərmədik. Yəni ki, gözləmirdik də, bilmirdik ki, yəni belə bir şey ola bilər. 4 idi, saat robun 4 idi, 4-ə kimi dəbərmədik. Ondan sonra hər kəsən öz mövqüsündən durdu ayağa. Sonra bir polkovnik var idi. Açıqladı ki, bəs belə, müharibə dayandı. Sevinirdi, uşaqlar hamısı sevinirdi, mən qarşıq sevinirdi, çox sevinirdi. Şükür Allaha ki, müharibə qutardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Orada qalan balalarımızı da Allah qorusun, Allah öz qanadının altına salsın. Allah onları hifz eyləsin. Allah bizim ali baş komandanımızın canını sağ eləsin. Ucadan uca olsun, həyat yoldaşı Mehriban xanımla birgə və bütün mənim aləmimdə Türk dünyasının lideri şəxsən Erdoğana öz təşəkkürümü bildirirəm. Bu qələbə münasibəti ilə Türk dünyasını salamlayıram, təbrik eləyirəm. Mənim övladım sağ-salamat Vətən müharibəsindən qayıdıb, amma anaları var, onların övladları şəhid olub. Allah o şəhidlərimizi rəhmət eləsin. Mən bu anaların qarşısında baş əyirəm, onlara rəhmət oxuyuram. Deyirəm, Allah şəhidlərimizi rəhmət eləsin. Biz sevinirdik ki, zəfər qazanmışıq, çox sevinirdik. Amma onlar belə götürəydi, onlar sevinirdilər, amma zəfər üçün sevinmirdilər. Yaşamaq üçün sevinirdilər ki, biz sağ qalmışıq, bildin necə, o fikrimi tam çatdım. Onlar ona görə sevinirdilər ki, biz sağ qalmışıq deyib, özləri üçün sevinirdik ki, sağ qalmışıq, müharibə dayanıb. Amma biz sevinirdik ki, zəfər salmışıq, ona görə biz o niyyətlə sevinirdik. Şükür Allahın böyülüyünə. Allah özü rəhm eləyəndir. Allah özü rəhm eləsin qalan əsgərlərimizə. Kömək olsun. Qarabağ Azərbaycanındır.